sadədir. Bu layihə çərçivəsində məqsədimiz bacarıq və qabiliyyətini bizə çıxarmaq üçün çətinlik çəkən, özgüvəni aşağı olan qadınlara dəstək verməkdir. Əslində birlikdə nələr edə bilərik? Bəlkə daha çox bundan danışa bilək. Çünki o yaxşı bir söz var, mənim ən çox sevdiyim atalar misallarındandır. Deyir ki, bir əlin nəsi, iki əlin səsi. Yəni bir əl, amma iki əl birləşəndə bir səs çıxır. Ona görə bu qədər gözəl qadın da bir araya toplaşıb, gözəl işləri də əslində görə bilərik və buna çox cəmiyyətimizdə də ehtiyacımız var. Меня зовут Майя Кристова, я пришла в Болгарию из Азербайджана уже 4 лет. Я увидела, что в Азербайджане есть много интеллигентные, замечательные женщины, которые, они являются, поверьте мне, факторы, я это от стороны могу посмотреть. Также желаю всем вам удачи, желаю так, чтобы ваша жизнь была лучше, подобриться к лучшему, измениться к лучшему. И надеюсь, что в следующий раз, и следующая возможность, которую мы будем иметь, нужно пообщаться, обсудить некоторые темы. И самое главное, что вы скажете, что мы один шаг вперед. Спасибо.